Herkese salamlar kızlar, hamınıza salamlayıram. Gəlin baxaq, sizi hara aparırlar? Hal-hazırdakı proseslərinizə gəlin baxaq. İlk başta enerjilərinizə baxacağım. Ətrafınızda nə baş verir? İnsanlar ətrafınızda hansı bir tərzdə olur? Sizinlə necə münasibət yaşayırlar, yaşamaq istəyirlər? Çünki bu şeylər çox önəmlidir. Bax, ətrafımızdakı insanlar məhz biz özümüzük əslində. Kim ki bizi sinirdən çıxardırsa, o bizim kölgə tərəfimizdir. O bizim qəbul etmədiyimiz nöqtələrimizdir. Kim ki bizi kimdən ki çox xoşumuz gəlir, deyirik ki, necə gözəl bir insandır. O adam da bizə məhz o gözəlliyi göstərir. Yəni o gözəllik içimizdə var. Sadəcə olaraq bəzi insanların vasitəsilə onu bizə aynalayırlar. Gəlin baxaq. İlk başda enerjilərinizə. Burada yenə Karol Miçey. Az əvvəl TikTok'da da elədim. Bu kişi çıxdı ortaya. Burada Paş Kubkov, yani sevgi dolusunuz siz. Sevgi dolusunuz, həyata sevgiyle yanaşırsınız. Burada uşaq kimi olabilirsiniz, naivne olabilirsiniz. Burada içinizdeki uşaq oyaqdır. Yani burada yaradıcı enerjiniz çok olabilir. Burada belə deyim, baxın, nədənsə sizin ətrafınızda burada kişi çıxdı, yəni ümumiyyətlə bəlkə göstərirlər. Sizə çox aşiq olurlar, amma nədənsə sevgisini bildirmək istəmirlər. Bu nə məsələdir? Bircə saniyə. Sizdən xoşlanırlar, amma bunu transformator budkası, yəni burada yəni burada kişilər sizə gerçekten aşık olur. Yəni elə belədən deyil. Bak, siz belki de bunun farkında değilsiniz. Ama burada sadece görüş değil. Bak, kişiler sizi görəndə burada nedense sürekli kişileri gösterirler. Aşık olurlar. Özde ciddi, bak burada четверка pentakli. Yani sizinle stabil kadın olarak görürler sizi. Burada nedense kimde? Burada sürekli aile kartları çıkıyor. Bakın, eğer sual olabilir ki içinizde, ben nedense onu düşündüm. Belki birçoklarınız diyebilirsiniz ki hana aşık olurlar, hiç kim yoktu ortada. Çünkü siz hazır değilsiniz. Bakın, burada neçə dənə kart, aile kartı gösterdi. Bak, burada bir değil. Yani sizden hoşlanan kişiler, bak başka adam da çıktı. Burada Karol Jezlov. Ama siz Kolesnitsa, bak onların size qəlbini açması üçün, gerçək olması üçün siz bu şəkildəsiniz. Görürsünüz, yəni mənə yaxın gəlmə. Bak, qadının sərt sifətini görürsünüz. Yəni ola bilər ki, siz özəlliklə hər kəsə tək-tək yaxınlaşıb bunu demirsiniz. Amma mental olaraq kişilər sizi o şəkildə görür. Mənə yaxın gəlmə.
ama sizi gerçek bir sevgiye hazırlayırlar. Burada fərqi yoxdur. Hansınısa siz seçəcəksiniz. Ama bu logikada, bak burada logika. Yani başınızdaki düşünceler de engellədən. Yani size super bir kişi de gelse, hansı ki belə dünya görüşlü, ne bileyim belə super özünü kəşf etmiş, siz orada nəsə tapacaqsınız. Deyəcəksiniz ki, yox, ne bileyim onun, ne bileyim belə danışdı, belə baxdı, yo, o orada nəsə tapacaqsınız. Çünkü burada siz istəmirsiniz. Burada siz təkliyinizdə deyə bilmərəm ki, mutlusunuz. Bax, burada qadın aya baxır da, yəni baxın, qadın tək olub, təkdir. Və qadın elə də mutlu deyil tək olmağından. Tamam. Proseslərinizdən necə sağlam bir şəkildə çıxa bilərsiniz? Sizə bir yollar göstərsinlər. Yəni bu kilit nədir? Bir dənə mən bu kilidə baxım. Çünki bu çox önəmlidir qızlar. Siz bunu çözməsəz, siz super belə gözəl ola bilərsiniz. Burada uşaq kimi, yani burada belə deyim də, bu açılım o qadına uyğundur ki, sizin hər şeyiniz var. Yani bir qadın olaraq balansdasınız. Amma münasibətə gələndə burada qatma qarışıq çıxır kartlar. Bu durumdan çıxma yolu nə ola bilər? İlk başta bu kilidə baxın. Bu kilit nə ilə bağlıdır? Bu sizin bu sərt obrazınız nə ilə bağlıdır? Böyle bir ciddi qadın obrazındasınız. Çox ciddi. Burada transformasiya keçirsiniz. Burada belə deyim də, jritsa, yəni ikilisiniz, eşitmirsiniz öz iç səsinizi. Eşitmirsiniz. Buradayım. Nereden bağlıdır bu? Yani burada sürekli ограничение, bak aile kartından önce, bak sürekli burada söhbət ailədən də getmir. Yəni mən demirəm siz bu dəqiqə ərə getməlisiniz. Amma burada ciddi münasibətə gələndə, burada siz sürekli bir kilitdəsiniz. Sürekli, yəni burada çözə bilmirəm, nə məsələdir bu. Bak sanki bir boşluqdasınız. Bu boşluq da sizə o qədər də xoşu gəlmir. Yəni sizə əziyyət də vermir bu boşluq. Deyim ki, belə dərd çəkirsiniz. Yox. Amma xoş da gəlmir. Yəni bu boşluqda siz ömür boyu qalma ehtimalınız var. Yəni buradan çıxmaq lazımdır. Burada elə bir ki, zaşita, bax siz qorunursunuz. Yəni mənə zərər verənlər, mən ilk başta bu sifətimi onlara göstərim. Göstərim ki, s kim imeyud dela, yəni kimlə muhattab olurlar bilsinlər ilk öncə. Sanki öncədən, burada atşelnik, qorxu, luna, nə ilə bağlıdır qorxu bu? Burada hərəkət yoxdur, sevgi, burada keçmişə dönüb baxırsınız, keçmişdə bu şekilde olubdu. Burada sürekli kilit çıxır kızlar. Burada diyavol enerjiləri, dvoyka
Trojka, miçey və başnya. Yəni diyavalinızı emməlisiniz qızlar. İskuşeniya, nə bilim, sizin zəif nöqtələriniz, qorxularınız, özgüvənsizliyiniz, nə bilim, burada burada baxın, mən belə deyə bilərəm. Bax, diyavol bizim kölgə tərəflərimizdir daha çox, yəni burada anlam daha çox ona üstün verin. Yəni biz kölgələrimizi görəndə irəli getmə ehtimalımız çox böyük olur. Burada məsələ nədir? Baxın, ola bilər ki, sizə çox qıcıq gəlir o qadınlar, hansı ki, tutağım ki, ailə həyatı qurur və yaxud da, məsəl üçün, görə bilərsiniz ki, qadın, nə bilim, məşhur bir, nəsə bir dizaynerdir, özünə biznes qurub və s. Və o qadın, məsəl üçün, hər şeyini buraxır, gedir ailə həyatı qurur. Və yaxud da necə bir misal gətirin. Bax, nədirsə, sizə qıcıq verən bəzi qadınlar var. Əslində, o qadınlar sizə nəsə göstərir. Yəni, onlar elə-belədən qıcıq vermir. Və yaxud da yanınızda qadınlar danışa bilər ki, bax, əsl xoşbəxtlik ailədə olur, siz sinir keçirdə bilərsiniz, deyə bilərsiniz ki, axı bu gic-gicinə danışır, mən məsələ zamanımda hər şeyimi verdim, sonra hər şey başıma uçdu. Siz bu söhbətlərə, mən demirəm, hər kəslə razı olmalısınız. Amma nədənsə diqqət yetirməlisiniz ki, o qadınlar sizə nəsə göstərir. Sizin hansısa nöqtənizi göstərir. Kilidinizi göstərirlər sizə. Başa düşürsünüz, burada diyavol elə-belədən çıxmır. Çünki sizin bir arzunuz var. Amma o arzunuz gerçəkləşmir. Gözü bağlısınız. Yəni burada baxın, qadındır, ailə həyatı göstərir və sizin niyet qərarınız, bax, nədirsə, ya yaxın zamanda, ola bilər indi deyil, bax, irəli zamanda fikir verin. Sizə çıxan qadınlar çoxu sanki belə çox ailə həyatında danışacaq, çox belə evə bağlı qadınlar, nə bilim, burada nədirsə, burada söhbət o demək deyil ki, kainat sizə onu göstərir ki, siz də elə olmalısınız. Amma biz başa düşün ki, qıcıq alırıqsa, o nədirsə bizdə o var, biz onu özümüzdə sadəcə qəbul etmirik. Biz onu özümüzdə qəbul edəndə bizim həyatımız çox dəyişir. Çünki burada zaman gəldi. Burada zaman gəldi. Sud kartı, zaman gəldi. Sizin судьбоносный kişi ilə buluşma zamanınız gəldi. Bax, bu kişi ilə buluşmalısınız. Fərqi yoxdur, tanıyırsınız, tanımırsınız, yəni boş verin. Bu kimdirsə artıq girməlidir həyatınıza. Amma siz bu blokunuzu enməlisiniz. Bir dənə də bu diyavol haqqında baxın. Nə məsələdir burada? Mən başa düşdüm. Baxın, nə məsələdir. Burada ləhqəst. Bilirsiniz, bax, imperatrica balans tutmaq. Sizə çıxan qadınlar, bax, ya da yaxın zamanda görəcəksiniz, bunu müşahidə edin. Sizə çıxacaqlar, həm evlidirlər, həm rahatdılar, bax, belə özgürdülər, istədikləri yerə gedirlər, istədiyi kimi giyinirlər,
Mesela mini ətək geyinir, amma siz baxıb deyə bilərsiniz ki, bu nə yaxşı. Çünki bu nədirsə sizin üçün bir qəribdir. Ola bilər siz münasibətdə və yaxud da böyüdüyünüz ailədə sizi belə bir blokaja salıblar da. Yəni ərə getdin, sən gərək bu şəkildə olasan. Sən də artıq evdən çölə çıxmamalısan. Amma siz çox balansda olan imperatrisaları görəcəksiniz ki, həm anadır, həm gözəl işi var, həm onu sevən, yəni çox belə ideal bir həyat yaşayan və sizə demirəm qıcıq gələcək, amma sizə bir qərib gələcək o qadınlar. Bax, orada nədirsə bu şey sizdə də var. Və sizin ruhunuz sanki istəyir, amma siz özünüzə sürəkli, məsələ deyə bilərsiniz ki, ya karyera olmalıdır, ya da ailə. İkisi bir arada olmaz. Və yaxud da nəyəsə nail olmaq istəyirsənsə, sən tək yaşamalısan. Bax, nəsə burada belə bir şeylər var. Ona görə də sizə qovuşdurmurlar. O bloku enməlisiniz, qızlar. Burada aranızda məsafə var. Bu kişi ilə yoxdur görüş, yəni ola bilər bir çoxlarınız tanımırsınız o adamı. Çünki burada ürək parçası almışsınız. Burada psixolojik, yəni sarsıntılı oğlanlar gəlib. Yəni ola bilər ki, məsələ kişilərlə münasibətdə olmuşsunuz da, amma kişi olmayıblar, belə necə deyim, başı boş, məsuliyyətsiz. Məsələ dedi 5-ci gün görüşək, yoxa çıxdı, bir həftə yoxdur. Nə bilim, sabah eləyərəm deyirdi, üstündən 5 ay keçirdi. Və burada ürək parçası, yəni sizə ürək parçası veriblər. Ola bilər keçmiş həyatdan gətirmişsiniz. Bax, üst-üstə o proqram uca çatlayır artıq sizdə. Və bundan özünüz də bezmişsiniz. Özünüz də artıq bezmişsiniz. Deyirsiniz ki, yox, mən artıq inanıram. Mən artıq eskisi kimi, bəli, mən başa düşürəm ki, mən də hardasa yanlış elədim. Mən hazıram deyirsiniz. Burada sadəcə olaraq ətrafınıza çıxan qadınlara fikir verəcəksiniz. Yəni, onları o demək deyil ki, təkrar edib, kopyalamaq və yaxud da onlara yox, sadəcə müşahidə edin o qadınları. Nə bilim, ola bilər səhifədə blogerlər çıxacaq cürbəcür, yəni illa ki, fiziksel olaraq. Burada nədirsə bir takılacaqsınız o qadınlara. Əslində bu şey sizdə də var, yəni siz də onu bacarırsınız, amma müəyyən bloklar var ki, sizə imkan vermir onu etməyə. Bunu enməlisiniz. Kartlar deyir. Yəni sizi hara aparırlar? Münasibətə doğru. Tamam, biraz da sizə məsləhət kartı versinlər. Görürsünüz, burada Semyorka Pentakli, bax, nədirsə bu yetişir. Başa düşürsünüz, bax, qadın burada güllər əkir, çiçəklənir güllər. O güllərə uxajivət deyirlər də, yəni onlara qayğısına qalır. Nədirsə bu böyük bir şeydir sizə veriləcək. Yəni burada 2 günlük deyil. Çiçəklənir sanki. Bəli, burada bu transformasiyanız, burada niyə deyirəm ki, tələsməyin. Bu transformasiya sizi bax, o çiçəklər kimi təravətləndirir. Yəni siz günü-gündən çiçək kimi açırsınız. Günü-gündən dəyişirsiniz, günü-gündən stabilləşirsiniz. Burada zazimlonnost, yəni stabil olmağa çalışırsınız. Həyatınıza növbəti gələn adam, yəni ciddi addımla gələcək.
çok ciddi, yani burada siz görmürsünüz. Bakın, siz çok büyük bir prosesler yaşıyorsunuz ama farkında değilsiniz. Bak, böyle gözü yumulu oturmuşsunuz ama çok aktif bir şekilde geçirsiniz. Bakın, ya sozla siz müdrikleşirsiniz de böyle diye. Hiç onun farkında bile değilsiniz. Bəli, burada zaвершение. Burada bitiş. Sizin hansısa həyat döngəniz bitib artıq. Yəni ruhunuz bəlkə seçib ki, mən müəyyən illərdə bunu yaşayacağım, filan dərsi keçəcəm. Bu şeylər artıq bitib, kartlar deyir. Bəli, növbəti sizin ailə. Çox ciddi, yəni bir çoxlarınızda ailədir. Bax, qayıdır. Bu o deməkdir ki, ola bilər bəziləriniz evli olub ayrılmışsınız. Demişsiniz ki, mən həyatım boyunca heç vaxt ərə getmərəm, yəni qələt eləyərəm və ki, belə and içmişsiniz. Amma bu şey qaçınılmazdır. Sizə ailə düşür. Əgər evli olmamışsınızsa, burada belə deyim, bax, poterya, itki, geçmişte itirdiğiniz şey qayıdır. Sizin ağlınızda itirilmiş bir şeydir. Yani bakın, Peterka Pentakli, yani tekrarlayayım, eğer aile kurup ayrılmışsınızsa, olabilir bir müddet peşman olmuşsunuz, demişsiniz ki keşke düzgün addım atardım, keşke düşünerek, neyse burada böyle bir şey var. Ama bu qayıdacaq, ama farklı şekilde qayıdacaq. O demek değil ki o adam qayıdacaq, belki de o adam qayıdır. Şimdi hamınızda farklı olabilir kızlar, kolektiv açılımıdır. Ama ciddi olacaq. Bu ciddi olması, siz hansısa blokunuzu inməlisiniz. Burada çok az qalıbdır. Yani burada yani başka ne engellədə bilər? Başka var mı engel edəcək şeyler? Burada yani büyük bir sevgiye hazırlayırlar kızlar. Bak, bu sevgi hayatınıza girəndə siz başa düşəcəksiniz ki, nəyə görə mən aylarımı, illərim gedib boşluqda. Siz onu görəndən sonra başa düşəcəksiniz. İndi başa düşmürsünüz. Ama bu sevgi çok farklıdır. Yani burada toksiklik yoktur. Burada birbirini bastalama, birbirini kırma. Burada yalnız temiz enerjilərdir. Yani bəzilərinizdə keçmişdən gələn adam olma ehtimalı var, bəzilərinizdə. Və yaxud da məsəl üçün keçmişdən kimsə yoxdursa, burada nədənsə keçmişdə düşünürsünüz ki, şanslarım var idi, kullanmadım, məni filan kəs sevib, amma sizə daha da gözəl bir şey gələcək. Yani görürsünüz, Koroleva Meçi, Diyavol. Geçmişte ne olubsa postspravedlivosti olubdu kızlar. Yani buna pis çıkmasın, yani belə deyim ki, belə olmalıydı. Çünkü siz Koroleva Meçi kimi yaşamışsınız ve size Diyavol enerjilerinizdə, yani kölgə tərəfləriniz, burada iskusheniya, mesela logikayla hareket etmişsiniz vesaire kimi, yani postspravedlivosti olubdu. Belə olmalıydı. Başka cür ola bilmezdi. Məsuliyyətsiz kişi gəlirdi, çünkü siz məsuliyyətsiz idiniz öz həyatınıza qarşı. Sizi sevmeyen kişi gəlirdi, çünkü siz özünüzü sevmirdiniz. Sizə toksik hərəkət edin gəlirdi, çünkü siz özünüzlə toksik idiniz. Yəni nə olmuşdusa, belə deyək ki, yalnız beləsi ola bilərdi. Başqa cürəsi mümkün değildi gəlməyə. Ona göre de sizi peripraşivka deyirlər də, sizi elə bir ki, yenidən
həyat yenidən elə bir ki doğulmusunuz. Yəni arzunuz gerçəkləşir. Arzunuz bir çoxlarınızda böyük ihtimal ailə ilə bağlıdır. Yəni gələn kişi də burada nədirsə ürək parçasında olacaq, bir ümidsizlik, tükənmişlik olacaq o kişidə. Siz o kişini gücünüzə çəkəcəksiniz. Burada məsafə var, burada bir-birinizi tanımırsınız. Yəni ola bilər bəziləriniz tanıyırsınız, amma burada görüş, sevgi yoxdur hal-hazırda. Bəli, burada yeni, bax, keçmişdən də olsa, tanımadığınız da olsa, burada siz ilk başta yeni versiyanızla tanış olacaqsınız. Siz sıfırlamalısınız. Yəni burada sıfır kartıdır da, yəni burada duraq kartı. Qorxularınızı tamamən yox eləməlisiniz. Tamamən, çünki bu sevgini qaldıracaq gücündə olmayacaqsınız. Yəni burada tamamən parçalanmalıdır o qorxular. Başqa yolu yoxdur. Burada kişi özü də bir dərslərdən çıxmış bir adamdır. Yəni bu da normaldır. Karol Pentakli, onun da illaki bir keçmişi olub. Amma burada başlıyor, yəni burada dağılır. Bu adam çıxmalıdır həyatınıza. Koroleva Pentakli. Yəni burada böyük ihtimal çoxlarınız çox ciddi münasibətə gedəcəksiniz. Yəni belə qızlar. Burada önemli etrafınıza dikkat edin. Çünkü etrafınız, bak burada Koroleva Pentakli, resurslu kadınlar çıkacak önünüze. Onlar sizə, sizdə olanı göstərəcək. Bax, ola bilər bəzilərinizə qıcıq gələ bilər, ola bilər. Amma burada nəsə, o qadınlar sizə bir translyasiya, nəsə göstərəcəklər, önemli bir şeylər, hərəkətləri ilə. Bəlkə səhifədə çıxacaq qadınlar, siz takılıb baxacaqsınız o səhifəyə. Bunlara fikir verin ki, yəni biz ətrafa baxanda, yəni bütün bizi əhatə edən nə varsa bizim aynalarımızdır. Ona görə də öz üzərində işləmək ən asan bir şeydir əslində. Belə qızlar.